Bismillahirrahmanirrahim. Esselamu aleykum değerli hocam. Aleykümselam və rahmetullah. Allah sizi xeyirlə qarşılasın. Buyurun. Ötən dərsimizdə tövhid haqqında suallarımızı cavablandırdınız. Allah sizi xeyirli mükafatlandırsın. Bugün isə sizə La ilahə illallah kəlməsinin, yəni tövhidin şərtləri haqqında sualım var. La ilahə illallah kəlməsinin şərtləri olduğu deyilir. Bu məsələni bizə izah edə bilərsinizmi? Təbii ki, bəli. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. La ilahə illallah elə bir kəlmədir ki, onunla insan İslama daxil olur. Lakin bu kəlmə sadəcə dillə deyilən bir söz deyil. Alimlər Qurana və sünnəyə əsaslanaraq bildiriblər ki, bu kəlmənin 7 şərti vardır. Bu şərtlər olmadan tövhid kamil olmaz, iman da öz təsirini göstərməz. Allahdan istəyirik ki, bizə bu kəlməni doğru anlayıb yaşamağı nəsib etsin. Allahumma amin. Dəyərli şeyx, izah edərdinizmi? Birinci şərt hansıdır? Birinci şərt elmdir. Bunun əksi cahillikdir. Elm şərti tövhidin mənasını bilmək deməkdir. İnsan la ilahə illallah deyərkən bilməlidir ki, bu söz nəyi inkar edir, nəyi təsdiq edir. İnkar qismində batil ilahları, rəblik iddiasında olanları, bütləri, tağutları rədd etməlidir. İsbat qismində isə ibadətə haqqı çatan, aləmlərin Rəbbi olan və heç bir şəriki olmayan Allaha iman etməlidir. İbadətə layiq haqq ilahın yalnız o olduğunu təsdiq etməlidir. Bilməlidir ki, ibadətə layiq olan yalnız Allahdır və ondan başqa ibadət olunan hər şey batildir. Cəhalətlə deyilən kəlmə insanı qurtuluşa aparmaz. Uca Allah buyurur, bil ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Mühəmməd surəsi 19-cu ayət. Ona görə də deyirik, Allahım bizə faydalı elm nəsib et. Allahumma amin. Əhsənallahu ileyk hocam. Bəs ikinci şərt nədir? İkinci şərt yəqinlikdir. Yəni, iman edərkən şəkk etmədən, şübhəyə düşmədən iman etməkdir. Qəlbdə tərəddüd, bəlkə ola bilər kimi düşüncələr olmamalıdır. Tövhid qəti və möhkəm iman tələb edir. Çünki şübhə imanla bir yerdə qalmaz. Uca Allah buyurur, möminlər ancaq Allaha və onun elçisinə iman gətirən, sonra heç bir şək şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir. İmanlarında sadiq olanlar da məhz onlardır. Hucurat surəsi 15-ci ayət. Ona görə deyirik, Rəbbim imanımızı yəqinliklə möhkəmləndir. Əlhamdülillah, çox gözəl izah etdiniz. Allah sizə bərəkət versin. Bəs üçüncü şərt hansıdır? Üçüncü şərt ixlasdır. Yəni, hər şeyi yalnız Allah üçün etməkdir. Tövhid riyakarlıqla qəbul olunmaz. İbadət, dua, iman, hamısı yalnız Allahın razılığı üçün olmalıdır. İnsanlar üçün deyil, adət üçün deyil, təkcə Allah üçün. Çünki Allah Azza və Cəllə buyurur ki, onlara yalnız dini Allaha məxsus edərək ixlasla ona ibadət etmək əmr olunmuşdur. Bəyyinə surəsi 5-ci ayət. Ona görə deyirik, Allahım əməllərimizi ixlaslı et. Məşallah, təbarəkallah. Davam edin hocam, sizi dinləyirik. La ilahə illallah kəlməsindəki dördüncü şərti bizlərə izah edin. Dördüncü şərt sevgidir, məhəbbətdir. Allahı, tövhidi və Allahın sevdiklərini sevmək. Şirki, küfrü və günahı isə sevməmək. Yəni, la ilahə illallah kəlməsinə məhəbbətlə bağlanmaq. Bu kəlmənin daşıdığı, gətirdiyi hər bir şeyi sevmək və bu kəlməni söyləyənləri, müvahidləri Allah üçün sevmək. İnsanlar içindən Muhammed sallallahu aleyhi və səlləmə olan sevgimiz daha çox olmalıdır. Rəbbimizə olan sevgi barədə Allah Azza və Cəllə buyurur. İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, Allahı sevənlər kimi sevənlər də var. Halbuki iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir. Bəqərə surəsi 165-ci ayət. Bu ayə bizə göstərir ki, insanın ən böyük sevgisi bir tək Allahı olmalıdır. Heç kimi onu sevdiyimiz qədər və ya ondan üstün sevə bilmərik. Çünki Allah bizi qorusun, bu sevgidə Allaha şərik qoşmaqdır. Bu isə insanı müşrik edir.
Yenə uca Allah başqa bir ayətdə buyurur: Ey iman gətirənlər, sizdən hər kəs dinindən dönsə, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Maidə surəsi 54-cü ayət. Ona görə də müsəlmanın qəlbində Allah sevgisi hər şeydən üstün olmalıdır. Rəbbimizin buyurduğu kimi, iman gətirənlərin Allahı olan məhəbbəti isə daha qüvvətlidir. Biz bu cür dua etməliyik. Allahım, qəlblərimizi sənin sevginlə doldur. Allahummə amin. Əlhəmdülillah. Bunlar həqiqətən də ağıl sahibləri üçün çox gözəl izahlardır. Bəli, əlbəttə. Bizlərə tövhidi anlayıb qəbul etmək üçün ağıl və iradə verən Rəbbimizə həmd olsun. Tövhidi kəlmənin 5-ci şərti sadiqlik, yəni doğruluqdur. Yalanın əksi olan doğruluq. İnsan la ilahe illallah kəlməsini səmimi şəkildə deməlidir. Dildə iman gətirib qəlbdə inkar edənlər münafiqlərdir. Tövhid yalanı qəbul etməz. Allah qəlblərin içindəkini bilir. Uca Allah buyurur: İnsanlar elə güman edirlər ki, təkcə iman gətirdik demələri ilə onlardan əl çəkiləcək və onlar imtihan edilməyəcəklərmi? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxaracaqdır. Ənkəbut surəsi 2 və 3-cü ayələr. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub: Allahdan başqa ibadətə layiq heç bir məbudun olmadığına və Mühəmmədin onun qulu və rəsulu olduğuna sadiq qəlblə şəhadət gətirən elə bir kəs yoxdur ki, Allah cəhənnəm odunu ona haram etməsin. La ilahə illallah kəlməsinin 6-cı şərti təslimdir. Onun tələb etdiyi məsələlərə boyun əymək və bunun əksini tərk etmək. İslamı pozacaq hər bir əməldən uzaq durmaq. Uca Allah buyurur: Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Loğman surəsi 22-ci ayə. Möhkəm dəstək la ilahə illallah kəlməsidir. Özünü təslim edən sözünün mənası ona boyun əymək deməkdir. Yaxşı əməl sahibi olan sözünün mənası isə tövhid əhli olan kəs deməkdir. Və hər kim özünü Allaha təslim etməz və yaxşı əməl sahibi olmazsa, o insan ən möhkəm dəstəkdən yapışmamışdır. Tövhidi qəbul etdikdən sonra, insan əməli ilə də bunu göstərməlidir. Namazda, əxlaqda, davranışda Allaha boyun əyməlidir. Tövhid itaət tələb edir. Üsyanla bir araya sığmaz. Allah elminizə bərəkət versin, hocam. Son şərt, 7-ci şərt hansıdır? 7-ci şərt qəbuldur. Yəni, insan bu kəlmənin gətirdiyi həqiqətləri təkəbbürlük etmədən qəbul etməlidir. Allahın hökmünü bəyənməmək, tövhidi eşidib üz çevirmək böyük küfürdür. Keçmiş ümmətlərin çoxu məhz bu səbəbdən həlak oldu. Uca Allah buyurur: Onlara Allahdan başqa məbud yoxdur deyiləndə təkəbbür göstərirdilər. Saffat 35. Ona görə deyirik: Allahım, qəlblərimizi haqqı qəbul edənlərdən et. Allahummə əmin. Bu şərtlər haqqında son olaraq nə demək olar? Demək olar ki, bu 7 şərt birlikdə olduqda, la ilahə illallah insanı qurtuluşa aparır. Tövhid, elm, yəqinlik, qəbul, itaət, doğruluq, ixlas və sevgi ilə yaşanmalıdır. Allahdan istəyirik ki, bizi tövhid üzərində yaşatsın və tövhid üzərində canımızı alsın. Allahummə əmin.